Sizə bugün iki məhsul haqqında danışacağım. Biri hər kəsin qorxduğu və qaçdığı çörək, digəri isə hər kəsin pəhriz zamanı istifadə etdiyi xlipsi. Gəlin görək hansı daha kalorilidir və hansı doğrudan da dietikdir. Əslində bunu bilmək çox asandır. Sadəcə əlinizə alırsınız paketi və arxasındakı 100 qram məhsulun tərkibində olan enerji dəyərinə nəzər salırsınız. Xlipsinin birazdan burada arxasında olan 100 qram məhsulun enerji dəyəri və tərkibində olan makronutriyentlərini görəcəksiniz. Bəli, 100 qramında 305 kalori və 59,5 qram karbohidrat var. İndi isə əlimdə hər kəsin bu qədər qorxduğu, qaçdığı çörək var. Gəlin baxaq görək bu çörəyin 100 qramında nə qədər enerji dəyəri var. Deməli bu çörəyin 100 qramında 226 kalori var və tərkibindəki olan karbohidratlar isə cəmi 100 qram üçün 43 qramdır. Yəni bu nəyi sübut eləyir? Xlipsi o qədər də dietik bir məhsul deyil. Siz sadəcə xlipsidən istifadə eləyəndə 1 və yaxud 2 ədəd istifadə edirsiniz və xlipsinin bir paçkasında 80 qram olur. Çörəyin isə bir paçkasında təxminən 400 qram olur. Yəni uzun sözün qısası, əgər xlipsidən istifadə etdiyiniz kimi 1 və yaxud da ki 2 dilim çörəkdən istifadə etsəz, inanın mənə daha az enerji qəbul etmiş olacaqsınız. Bunun üçün də məhsulların enerji dəyərinə həmişə fikir vermək lazımdır.